Darvinizmdəki mutasiyadan danışıblar. Darwinin mutasiya anlayışından danışıblar yarım saat. Amma çox təəssüflər olsun ki, din mövzusu elə bir mövzudur ki, qardaş, mövzu haqqında təsəvvürü olmayan adam belə danışır bu haqda. Bu da əhzab sözünü eşitməsəm, özümü o gün çox narahat hiss edirəm ki, qardaş, hansı ata, hansı qardaş bununla barışa bilir də məsələn ki, mənim qızım sevgilisi ilə gedib kafeyə də. Xoş gördük dostlar, mən Ziya Balıyev və Mən Elvin Xəlili. Bugün Onlara D platformasının və Elvin Xəlili YouTube kanalının birgə işbirliyi olan güzgü layihəsi ilə qarşınızdayıq. Ayxan, suallara başlayaq. Başlayaq. Niyə Azərbaycanda ateist və teistlər normal müzakirə edə bilmirlər? Sən başlayırsansa mən başlayayım. Sən başla. Əslində bu sualı belə bizə verilməyə bir qədər özümə təhqir kimi qəbul edirəm açığı. Çünki Azərbaycanda məncə yəni bunun çox yaxşı bir nümunəsiyik. Məncə də. Həqiqətən də yəni müzakirə edilə bilər ortamın olması çox yaxşı nümunədir. Adam kimi söhbət edə bilir. Adam kimi söhbət edirdik. Bu arada qısa bir haşiyə çıxım ki, bu bir layihəli bir verilişdir. Biz burada Ziya ilə bir-birimizə qarşı veriliş zamanı sual da verə bilərik və ya ittiham da eləyə bilərik. Yəni ola bilər razılaşmarıq söhbətin ortasına, razborka düşər. Yəni bu mənim Ziyanın Ziyanın bütün iddialarına baş yerlədiyim layihəm deyil. Belə deyək. Təsəvvür edin, niyə normal müzakirə eləyə bilmirlər mövzusundan danışırıq və ortada bir də razborka düşür, aramızda qırğına çıxırıq. O da maraqlı olar əslində. Olmasın məncə, amma olmasın olsa maraqlı olar. Deməli, niyə Azərbaycanda normal ateizm və teizm müzakirəsi getmir? Məncə bunun ən önəmli, mənə görə, yəni ən düzgün cavabından biri Azərbaycandakı nə ateistlər ateizmin nə olduğunu bilir, nə də teistlər teizmin nə olduğunu bilir və yaxud da ən azından çox səthi, sadəcə üzdən oxuduqları, trenddə olan şəxsləri oxuduqları və həmçinin də trenddə olan şəxslərin videolarını izlədikləri üçün məncə ümumiyyətlə bu mövzularda iki bilməyən şəxsin müzakirəsi zamanı, yəni belə çox absurd bir hətta mən bunu müzakirə demədim. Orada müzakirə getmir. Orada sadəcə bir-birini eşitməyən iki tərəf görürük. Hansı ki, biri bir mövzudan danışırlar, mövzu ilə yaxından uzaqdan əlaqəsi yoxdur söhbət. Yəni hərəsi bir şeydən danışır. Mövzu var, amma onlar mövzuda deyirlər də, belə deyirsən. Yox, ümumiyyətlə mövzu ilə əlaqəsi yoxdur. Sözü bandan kəsirəm. Bir dəfə bir şey var idi, debat tipli bir şeyin ad səhməyəcəm kimdir. Təsəvvür elə adamlar debat edirlər və yarım saat Darvinizmdəki mutasiyadan danışıblar. Darwinin mutasiya anlayışından danışıblar yarım saat. Və mən də oturub maraqla baxıram ki, yəni mutasiya Darwindən 20-30 il sonra kəşf olunub da 1901-də kəşf olunub və adamlar yarım saat bundan danışıb, olmayan bir şeydən. Bu jeni bir nəfərin ağlına gəlmədi ki, o səhv edir. 2 nəfər idi ağlına gəlməyib. 2 nəfər olduqlarında görə ağıllarına gəlməyib. Biabırçılıq ateist söhbətində də o sən dediyin kimi belədir. Mövzu ilə yaxından uzaqdan əlaqələri yoxdur. Qətiyyən. Və həmçinin də burada bir nüans da var. Burada təkcə həmin şəxsləri qınamaq istəmirəm. Çünki əslində həmin o şəxsləri izləyənlər, yəni kütlə dediyimiz anlayışla belə deyək, onlara da məsəl üçün belə müzakirələr maraqlı deyil əslində. Onlar üçün nədir? Verilən arqumentlərin, verilən cavabların bir önəmi yoxdur əslində. Sadəcə ortada olan o belə deyək, o haykü, ortada olan münaqişə daha maraqlıdır. Məsəl üçün mən Ziyanı söyləyim, Ziya məni söylüsün, burada bir maraqlı ortam yaransın, biz ona baxaq. Boğuşma da, boğuşma. Mən hərdən deyirlər, biraz o qırğın dava olsun baxaq, deyirəm, it boğuşturmursunuz ki, Allah eviniz itsin. Burada normal elmi müzakirə gedir də, bu it boğuşturmasıdır ki, maraqla biz burada dalaşaq, siz də oturub baxasınız da. Yəni insanla, məsələn, o heyvanın arasında bir fərq olmalıdır da hər halda. Yəni biz o cür davranmamalıyıq, mən belə düşünürəm. Mənə arada şərhlərdə gəlir və yaxud da belə fiziki olaraq yəni üzbəyüzdən mənə sözlər deyilir ki, sənin çəkdiyin videolarda sıfır duyğu var, sıfır emosiya var. Deyirəm ki, çünki mən maksimum şəkildə iddia ortaya qoymağa çalışıram, arqument ortaya qoymağa çalışıram, rasional bir şəkildə belə deyək, fikirlərimi ifadə etməyə çalışıram deyə. Yəni bu mənim düşüncəmdir, bəlkə səhv düşünürəm, bilmirəm. Məntiqlə bir fikir söyləyəndə istəsəmi duyğular nisbətən arxa planda qalır. Amma duyğular nə vaxt ön plana çıxmağa başlayır? Mənim mövzudan xəbərim yoxdur və mən məcburam ki, öz kütləmə, öz sevdiyim insana, çünki azdan çoxdan səni də izləyənlər var, məni də izləyənlər var və bu şəxslərə mənim fikirlərim maraqlıdır və yaxud da mən maraqlıyam
problem deyil onlara. Mən məcburam ki, onlara fikir verə bilməyəndə başlayım onlara duyğu ötürməyə, emosiya ötürməyə və yaxud da cavab verə bilməyəndə mən onlara özümü, məsələn, orada aradım, məsələn, sən mənə bir arqument versən, deyirəm ki, yox, mən bunun cavabını bilmirəm. Çox normal bir halda bu, yəni. Yəni bilmirəm qədər həyatdan ikinci normal bir şey yoxdur. O gün əbratizmədir. Deyirsən filan kəslə debatında çox yerdə dedin ki, bilmirəm. Deyirəm, yəni ən gözəl cavab lazım olan yerdə bilmirəmi deməkdir. Adam mənə sual verir ki, Allah nə bilim şeydən əvvəl tutalım ki, yaratmamışdan əvvəl tək idi, cüt idi. Amma bunu hardan bilim də? Bilmədiyim şeyi bilmirəm deməliyəm də. Yəni bunu həqiqətən bəzən deyə bilmirlər. Bu çox ciddi problemdir. İndi belə deyək də, düzdür, bizim mövzumuz əslində Azərbaycandadır. 100%. Bir qədər haşiyə çıxan, misal üçün, xaricdə həqiqətən bu formadadır. Əslində xaricdə də kütlə içərisində belədir. Yəni kütlə içərisində belədir, amma ən azından onların belə deyək də o üzə çıxarmağa bir həqiqətən də mərifətli adamlar var və onlar misal üçün olsun Craig-ınız olsun, Plantinga-nız olsun və yaxud da bu tərəfdə misal üçün olsun Sinclair-ınız olsun və yaxud da yəni kifayət qədər 2-3 nəfər deyil də, yəni bir hərəsindən bir 20-30 nəfər, yəni ortaya çıxardılması hələ adamlar var, həqiqətən də var bu. Bizdə o yoxdur məsələn. O qədər yoxdur da. Tutalım axtarsan nə qədər adam tapa bilirsən ki, məsələn, normal müzakirə edə bilsin. Normal deyəndə hamı normal müzakirə edə bilər. Sırf bu mövzu ki var, ateizm və teizm mövzusunda. Ola bilər kimsə misal üçün deyirəm də, biologiya sahəsində mütəxəssisdir, kimsə fizikada, kimsə əqidə mövzusunda, kimsə fiqh mövzusunda. Amma sırf bu mövzuda, teizm və ateizm mövzusunda mütəxəssis sayıla biləcək. Yəni bu mövzuda yaxşı davam elətdirə biləcək, danışa biləcək adam çox azdır. Bəli. Arada misal üçün biz özümüz də istəyirik ki, bir layihə, müzakirə həyata keçirdək. Mən misal üçün öz yanıma həmkar tapa bilmirəm ki, açığı. Mən özüm burada üstün tutmuram, amma mən demirəm ki, mən yaxşı bilirəm, mən əjdahayam və s. bunu iddia eləmirəm. Sadəcə ən azından belə deyək də, mənim gördüyüm bir şəxsi yoxdur ki, çağırım onun adamı. Mən bunu ayrı bir canlı yayında fikrimi söylədim və həqiqətən də belə deyək də razılaşdıq ki, Azərbaycanda ateist olaraq, yəni ciddi ortaya çıxarılası bir adam yoxdur. Bəlkə də bu şərhlərdə çox azdır. Yoxdur deyəndə məsələn bilirsən də bizim ortaq tanışlarımız da var bəziləri. Amma bunlar sosial şəbəkələrdə deyirlər. Bəziləri də ümumiyyətlə Azərbaycanda deyil ki, gətirib podkast eləyəsən bu adamla. Biraz o problemlər var. Amma ümumilikdə razıyam ki, teizm tərəfdən də az da çox, yəni çox deyil. Ateizmə nisbətdə daha çoxdur. Nisbətdə daha çoxdur. Amma yəni belə dəhşətli dərəcədə çoxdur. Bu barədə ciddi müzakirələr aparmaq olur. Bu çətin məsələdir. Bir də bu ortaq məxrəcə gəlməməsi, bu müzakirəyə gələ bilmirlər, müzakirə edə bilmirlər. Bunun ən ciddi problemlərindən biri bilgisizlikdir. Həqiqətən də mövzunu bilmirlər. Və mövzu içində açılan məsələlər ki var, bunlar haqqında məlumatları çox zəifdir, çox səthi bilirlər. Və bir də ego mərkəzlilik var. Hamı debata girən kimi bilirsən də üç cür müzakirə üsulu var təməl. Var sofistik müzakirə, var eristik müzakirə, var dialektik müzakirə. Bunların fərqi nədir? İzləyicilərimiz ola bilər, bilməzlər bunu, izah eləyim. Sofistik müzakirə budur ki, sən söz oyunu oynayırsan. Məsələn, Yunanlarda sofistlər var idi. Bir-birlərini səhv çıxartmaqdan ötürü, məsələn, nə deyirdilər? Deyirdi, bax, sənin oğlun var, için də oğlu var. Sənin də oğlun varsa, için də oğlu varsa, deməli sən itsən. Məntiq qanununu bir növ söz oyununa çevirirdilər. Bu sofistikadır, yəni sözlərin üstündə oynayırsan. Eristik odur ki, buna bir İslam terminologiyasında cədəl də deyirlər də, buna eristika. Nədir bu? Nə inirsən elə qalib gəl. Yəni burada yalan da danışa bilərsən, səhv məlumat da ötürə bilərsən, fərqi yoxdur da. Yəni nə edirsən elə qalib gəlməlisən. Bunun adı eristikadır. Bir də var dialektika. Dialektika nədir? Bu Hegeldən gələn bir şeydir də. Tezis, antitezis, sintez. Bu sintez nədir? Tezisə qarşı antitezis qoyulur və sintez yaradılır. Yəni ortaq məxrəcə gəlmək. Bu təəssüf ki, bizdə yoxdur. Bizdə qoşulanda hamı müzakirədə ancaq və ancaq düz olmağa çalışır ki, bax mən düzəm ha. Yəni məndə səhv ola bilməz. Adam bir qarşı tərəfi dinləmək belə ehtiyacı duymur. Dəfələrlə olub. Mən səndən daha çox debatlara qatılmışam da, düşünürəm ki, çünki sən o qədər şey eləməmisən, qatılmamısan. İndi işlə bağlı şərait məsələləri filan da bu başa düşüləndir.
Mən bu qatılanda görürəm ki, həqiqətən də bəzən ateistlə söhbət eləyirsən, adam sənin arqumenti, yəni qulaq asmır səndən də. Tək ateistlə yox, adi mənə qarşı müsəlmanlar da olur da, bəzi fikir səsləndirəndə deyirlər, sən İslama ziddir. Adama izah eləmək istəyirəm. Vallahi deyirəm, mən baxıram ki, adam mənim iddiamı ümumiyyətlə qulaq asmır. Yəni hələ də dediyində qalıb. Nə qədər izah eləyirsən elə mümkün deyil. Baba, o müzakirə eləyə bilməməyin əsas şeylərindən biri də, məsələlərindən biri də budur. O ego mərkəzli yanaşma. Yəni mən düzəm. Bitdi. Dialektik yanaşsa, məsələn, sənlə mənim debatım var da, bir dənə ölümdən sonraki həyat haqqında. Mən düşünürəm ki, bəlkə də mən bu günə qədər elədiyim ən ideal debat o idi həqiqətən. Niyə görə? Çünki iddialarımızı qoyduq və gördük ki, bir yerdən sonra artıq biz bir yerdə dirənirik, gedə bilmirik. Neynədik? Buraxdıq tamaşaçıların rəyinə. Yəni artıq qalanı sizlikdir. Yəni biz danışa bildiyimiz yerə qədər danışdıq. Buradan sonrası artıq getmir. O qısır döngü deyirlər. Yəni ona ilişdikdə siz verin rəyinizə. Çox təəssüf ki, bizdə ateist və teistlər bunu eləyə bilmirlər. Sən ehtiyat eləyirlər bunu. Mən yox, mən bunu saxlamayım. Burada mən bunu mütləq sındırmalıyam. Mən niyə sındırmalısan da? Bu %100 qərar versin də. Bilmirəm sən də bu fikirdəsən yoxsa yox məndə. Yox, tam razıyam mən. Ümumiyyətlə mən də həqiqətən tövsiyə edirəm ki, onlara de kanalından həmin o müzakirəmizi izləsinlər. Çünki mənə də belə ən xoş gələn, ən maraqlı gələn müzakirələrdən biri idi. Düzdür, canlı yayım şeyindədir də. Yəni keyfiyyət o deyil, amma səs zad yaxşıdır, yerindədir şey. Görüntü keyfiyyəti o deyil, amma düşüncə keyfiyyəti, səs keyfiyyəti özüdür. Yəni tövsiyə edirəm. Yəni məsələn Azərbaycanda həqiqətən də ateist, müsəlman normal, etik, məntiq çərçivəsi içində debat eləyə bilərmi sualına məncə verə biləcəyimiz ən yaxşı debat nümunəsidir. Doğrudan sən də kanala qoya bilərsən. Maraqlı debat. Əslində götür qoy da. Ona görə Ayxana deyim. Maraqlı olar Ayxan. O debatı qoyun kanalımıza sizə. Çox maraqlıdır. Çünki orada hər iki tərəfin arqumentləri məncə çox qəşəngdir. və eyni zamanda da yəni məsələn hətta biz o müzakirənin sonrasında oturub da bir yerə təzədən eləmiş o müzakirənin ardından. Bəli. Hatırlayırsansa. Bəli. Təzədən bir də onu kağız üzərində hətta mənə deməli dedin ki, kağız. Yenə ortaq məxrəcə gələ bilməmişdi. Yenə gələ bilməmişdi. Özü maraqlıdır. Mən dedim məndə vərəq yoxdur. Dedim Allah. Yəni və bir də buna əlavə eləyim. Mən yenə deyirəm, bayaq da fikrimi dedim və yenə üstünə durmaq istəyirəm ki, bu tək müzakirə edən şəxslərin üzərinə atılmasını istəmirəm. Yəni məsəl üçün bu gün mən əminəm ki, Azərbaycanda bəzi şəxslər var ki, bu şəxslər inanırlar ki, kütlə normal müzakirə istəmirlər və buna görə də başlayırlar məsəl üçün də aidiyyəti olmayan, hansı ki ateist və teist arasında mənə görə müzakirə edilməməli olan mövzulara başlayırlar girməyə və çox absurd, çox qıraqdan qeyri-etik görünən müzakirələr başlayır. Məncə birazdan bu sualları da eşidəcəyik. Bu suallar haqqında bu arada Akan sən bizi pauza edirsən, özümüz İstədiyin yerdə kəsib deyə bilərsən. Sən kəs. Deyirəm ki, uzadırsınız, kəs. Bu hissədə qalsın podkastda. Məncə bu hissədə qalsın. Qalsın. Məncə okeydir yəni bura qədər, çünki əlavə bir dənə axırda bir şey vurğulayım sizə keçək ikinci suala. Bir dənə hansı məsələ var? Bu ateizm, teizm mövzusunda hər iki tərəfin danışdığı ortaq mövzu dindir də. Tanrı və din mövzusu da iki mövzu məsələ. Çox təəssüf ki, bu mövzu elə bir mövzudur ki, bu mövzuda hamı danışa bilir. Məsələn, tibb haqqında hamı danışa bilmir. Ehtiyat edir, qorxur. Fizika haqqında hamı danışa bilmir. Allahın maşın ustalığı haqqında hamı danışa bilmir, qorxur. Amma çox təəssüflər olsun ki, din mövzusu elə bir mövzudur ki, qardaş, mövzu haqqında təsəvvürü olmayan adam belə danışır bu haqqda. Çox yaxşı bir ifadə var. Məsələn, adam içib içkilidir. Deyir ki, açıq mən belə mənə çox da maraqlı deyil bu mövzuda. Quran oxumamışam. Prosta şey səhv eləyir. Yəni oxumamısan axı, mənası yoxdur. Adi bir kütlə şeyində mən bunu çox görürəm. Quranda deyir Allah belə buyurur. Deyirəm qardaş, mən Quranda bu ayəni görməmişəm də. Vallahi yoxdur belə. Ya hədisdir, ya da ki kimsə videoda deyir, aidiyyatı yoxdur. Hədis də belə deyil. Bilirsən nədir? Dədə-babalarımızdan qalan şifahi misallar var. O misallar gəlir çıxır. Bunlar da elə bilirlər ki, müdrik hər kəlam Qurandandır. Nə müdrik söz varsa Qurandandır. Başlayır abi bu Allah da Quranda belə buyurur. Allah da deyirəm qardaş, vallahi belə bir şey demir. Allah bunu əksin deyir hətta. Yəni sən bunu hardan çıxardın? Amma hamının bu mövzu ateistlərdə də var. Qardaş dindən çıxır adam, bu normaldır. Dindən çıxmağın 1000 dənə səbəbi ola bilər. 1000 dənə səbəb ola bilər də bilgisizlik ola bilər. Misal üçün lap arqumentasiya
depressiyalar şey ola bilər. Psixoloji problemlər ola bilər adamın. Praqmatik 1000 dənə səbəb var. Qardaş dindən çıxan kimi gəlir. Səhərsin bir dənə kanal açır. Kanalın da adı nədir o dəqiqə şey? Aydınlanmış. Brain Qasım, nə bilim şey, ağıllı olun, sorğulayın. Neydi? Ay qardaş, nə oldu? Sən bir gün dindən çıxan kimi sən beynin partladı. Sən nə yaşadın? O bir gecədə sən nə yaşadın ki, bizə gəlib burada? Yəni mən belə bir sıxmasını evimə həyatımın ən azı 14 ilin bu sahəyə həsr eləmişəm də. Səndə də yəni düşünürəm ki, ona yaxın bir rəqəmdir. 10 il. Yəni mən 14 ilimi həsr eləmişəm. Mən bu qədər iddialı ola bilmirəm də. Yenə də adam bəzi yerdə ehtiyat edir ki, qardaş, onlar da nə səhv deyirsən. Bu adam dünən ateist olur, bu gün gəlir səhifə açır, başlayır şey eləməyə. Mən də tam əksinə nümunə çəkəcəm. Çox qısa, artıq burada tamamlayaq sonra. 20 dəqiqə olur o. Hə, olsun da gedir də. Çox qısa bir nümunə deyəcəm. Adam başlayıb bir ayda namaz qılır, gəlir məndən söhbətə, bəs deyir ki, sən bu qədər araşdırırsan məndən sonra adam Quranı bitirməyib də. Yəni bir ay oxuyub onda statusda paylaşıb. Sən bu qədər Quran oxumusan, Nujeyni sən müsəlman deyilsən. Qardaşım ki, bəs nə bilim, mənim də özümə görə səbəblərim var. Sən Quranı oxumamısan. Sən prosta oxumusan onu. Sən onun üzərində düşünməmisən. Var. Baxırsan ki, belə yəni nə deyəsən? Çox təəssüf ki, adam bilmir ki, Allahın isbatı Quranla deyil. Bəli. Allah Quran-Kərimin heç bir yerində özünə dair isbat vermir. Demir ki, bu mənim varlığıma sübutdur. Nə deyir? Maksimum nişanələr göstərir. Göyə baxın, Allahın yaradılışını görün. Nə insana baxın, Allahın yaradılışını görün. Ağca qanada baxın da durub orada fəlsəfi dəlil qoymur. Bu yoxluq varlıq məsələsi, bu biraz fəlsəfi məsələsidir. Veya Yəni 8 dəfə Quran oxudum, ateist oldum. 7 ya 8 dəfə də hamısının dilində şeydir, 4 fərqli dildə. 4 fərqli dildə. Hansı soruşsan 4 fərqli dildə 7 dəfə oxumuşam. 8 dəfə dillər bilmirəm. Hansı dillərdə var? Və hamısı deyimləsə ingilis, rus, türk, Azərbaycan. Çoxsu belə deyir bunu. 4 dildə oxumuşam. Bəziləri deyir ki, mən özüm oxumamışam. Belə bilən adamlar danışıblar mənə. Ya onu ateist deyirsə, vəbşə biabırçılıqdır. Müsəlman deməsi biraz normaldır. Adam genetik müsəlmandır. Oradan buradan eşidib. Amma bir ateist ki, çıxıb dinə qarşı arqument səsləndirib onu deyirsə, çoxsu da oxumayıb. And içərəm ki, ateistlərin böyük əksəriyyəti Quranı tam oxumayıb. Bilirsən nə oxuyulub? Bir ara qruplarda şablon atılan mesajlar var idi. 80-dən idi, 90-dan idi. Quranda olan xətalar. Bəli. Nə bilim, insan şeylə düşünür, nədir, ürəklə düşünür. Bu standart deyil mi? Bax, mən əvvəl ateist olduğum vaxtların əvvəllərində, sonradan Siz çıxırsınız, mən sual verirəm, onsa sual davamı deyirəm. Sizin danışdığınızın davamıdır o sual. Yaxşı, ver. Daha doğrusu ona aiddir. Ateist və teistlər nədən danışmalıdırlar? Amma nədən danışırlar? Bu sualdır. Bu da sən başla. çox geniş mövzudur. Əslində ateist və teistlərin danışmalı olduğu təməl mövzudur da. Bu başlanğıc mövzu budur. 1. İdrak məsələsi müzakirə olmalıdır, epistemologiya. Biz nəyi doğru dərk edirik, nəyi yanlış dərk edirik. Dərki müəyyən eləyəndən sonra artıq mövzu keçir ontologiya mövzusuna ki, Tanrı var ya yoxdur. Əsas müzakirə bunun üzərindən getməlidir. Çünki ateizm və teizmi ayıran təməl şey nədir? Tanrı var və indi dinlər ikinci mərhələdədir də teizmə o heç. Yəni din Tanrıdan sonra gəlir. Zaten Tanrı yoxsa din də yoxdur getdi. Əsas müzakirə mövzusu budur. Tanrı var ya yox, təməl. Yəni idrak və bu iki mövzu təməl olaraq müzakirə olunmalıdır. Amma Elvin nədən danışılır təəssüf ki? Hesab 37. Əgər müzakirələr ən belə klassik suallardandır. Dünya kürədirsə, niyə biz qibləni bir tərəfə çəkəcəyik? Onsuz da hara dönsək, bu suallar, yəni bu tək şeydə deyil. Yəni ateistlərin sualları deyil. Müsəlmanlarda da var. Adam təsəvvür ateisti, adam qayıdır deyir ki, misal üçün deyirəm də, sən necə inanmırsan ki, Allah səni torpaqdan yaratdı? Misal üçün də bir dənə arqument da. Adam zaten Allahı qəbul eləmir də. Bu getdi yuxarıda Allahı qəbul eləmədi. Bu aşağı mərhələdə sən dinin, heç bəlkə müsəlmanların da bəzilərinin o torpağın yarımı fərqli rəylər var da. Onların belə fərqli yanaşdığı məsələdə gəlib ateisti dirirsən ki, niyə qəbul eləmirsən? Sən niyə necə qəbul eləmirsən ki, Allah səni torpaqdan yaradı? Nə dəxli var bunu? Ateistlərdə də bu cürdür məsələ. Əhzab 37, nə bilim, standart 4 dənə, 5 dənə ayə var. Andallah, bütün günü, nə vaxt açıram TikTokda bir qrup şey var da. Camiyə.
bu cavabyanı nə vaxt açırsa, yəni orada əhzab sözünü eşitməsəm, özümü o gün çox narahat hiss edirəm ki, qardaş, yəni niyə bu gün bu gün nə maç verdi ki, orada əhzab sözü keçmədi və məsələni 80 dəfə də izah eləmiş ya. Yəni normal ateist həqiqətən də yəni bilir ki, birinci əxlaq təməlləndirilməlidir. Sonra ancaq türk törəsi ilə biləm sosialist əxlaqı, nə bilim mentalitet. Mentalitet adam özü mentalitetə qarşıdır ha. Yəni bir ateistin bax doğrudan da sənin fikrin nədir? Bir ateistin mental olması nə qədər normaldır? Yenə deyirəm və çox maraqlı bir nüans deyim. Həmin şəxslər əmin ol ki, başqa müzakirədə mentalitetə qarşı çıxacaq. Bax, söhbət mən ona görə deyirəm də. Amma söhbət digər ki, dinə gələndə, bu əxlaq müzakirəsinə gələndə sual verirsən ki, sən əxlaqı nə ilə təməlləndirirsən? Mentalitetlə, toplumla. Problem odur. Bax, indi sizə bir şey deyim, Elvin. Bax, diqqət elə bu məsələyə. Azərbaycan toplumunda bu bir reallıqdır da. Məsələn də normal olaraq təbii ki, bütün qız övladları evlənir daxildə. Kimsə sevir, kimlənsə söhbət eləyir, mesajlaşır. Hansı ata, hansı qardaş bununla barışa bilir də məsələn ki, mənim qızım sevgilisi ilə gedib kafeyə də çox radikal qarşılaşmalı. Sevinmir də ən azından qızım bu cür görüşdə. Və İslamın da yanaşması budur da. Yəni naməhrəmdirsə olmaz. İndi sən bunu desən ki, İslama görə iki sevgili oturub çay içə bilməz kafedə. Deyəcək ki, bu nə qaba dində, bu nə kobud dində, bu nə yanaşmadır. İki dənə sevən gənc qumrunu həyatdan məhrum eliblər. Mentalitet nə oldu? Qaldı kənarda. Getdi mentalitet haqqında danışan yoxdur. Söhbət gəldi o ki, özünə sərf eləyən yerinə əhzab 37 olmaz. Və yaxud geyim normaları, misal üçün deyim də, yəni mentalitetdə də var da bizdəki qapalı geyinməlidir qadın, dində də var. Geyim normal, niyə hicaba şey eləyirsiniz də və yaxud qapalı geyimə niyə radikal yanaşırsınız? 1000 dənə söz deyirsiniz. Çox danışdım mən də. Ürəyim doldu desəm. Çox yanıqlıyam bu mövzuda. Suala toxunmaq istəyirəm. Bir də yəni tam belə deyək də izləyicilərə aydın olsun, cavab verək ki, Azərbaycandakı ateistlər və teistlər nədən danışırlar? Sən bunu açıqladın az çox. Yəni nədən danışmalıdırlar və nədən danışmalıdırlar? Bilmirəm, bəlkə nədən danışmalıdırlar da sən mənlə razı deyilsən, idraç və tanrı mövzusunda fikrin varsa əlavə edərsən. Yox, əslində mən də razıyam. Hətta belə bir ifadə ilə başlamaq istəyirəm ki, məşhur yəqin ki, hamımızın bildiyi Russellın bir ifadəsi var da. Deyir ki, kimin? Russell. Bertrand Russell. Bertrand Russell deyir ki, misal üçün biz müzakirə edirik ki, Fransanın kralının saçı var yoxsa yox. Deyir, birincisi Fransanın kralının olmadığını bilsə, əslində saçın olub-olmamasını müzakirə etməyəcək. Çox gözəl. Məsələ də budur. Məsələn, bir ateist başlayır Əsəb 37-dən. Bir adama sual vermiş ki, qardaş, sən Allahın varlığını qəbul elə, sonra keçərsən də bu müzakirələrə. Təkrar şurada qəbul eləyib ayrı. Hə, yəni böyük ehtimal ki, ya bu adam inkar eləyir bunu, bilə-bilə inkar eləyir, ya bu adamın İslamla həqiqətən də hər hansı bir düşmənçiliyi var, hansı ki, ayırırsan axı. Sən ayrımsan, normalda ayrılır da. İslama nifrət, İslamofobiya və yaxud da Tanrıya nifrət və yaxud da ki, dinə qarşı arqument qoymaq. Məsəl üçün, mən dinə qarşı... Zaten hamısı ateist deyil bunlar. Bəli. Yəni, çox üzr istəyirəm. Ayxan, Elvin danışana qədər bir dənə çay ver də bizə. Çaylarımızı yeniləyək. Sən bizim birbaşa ürəyimizsən. Bu kadrların hamısı qalsın podkastda kəsmə. Nə silməyəcəm ki. Hə, Elvin öz üçün danışır. Sən nə deyirsən? Hə, deməli, kimi unutdum əslində bir yayında. Şeydən danışırdın. Deməli, deyirsən İslamofob, misioteist, ateist. Bu insanlar mənə görə İslamofobdular. Bu insanlar İslamofobdular və mən ümumiyyətlə bu fobiyanın daşını qəbul eləmirəm də. Okey, misal üçün, fobiyanı kimə qarşı eləyərsən? İşə də qarşı eləyərsən, Talibana qarşı eləyərsən. Bu normaldır. Başqa məsələdir və bunu ümumiləşdirib, misal üçün, keçən də bir yayında biri iddia eləyir ki, teizm əvvəl-axır radikallaşmalıdır, belə bir şərt qoyur, hansı ki, buna dair bir əsas vermir, bir təməl vermir. Sənin əlində məntiqi əsas yoxdur, sənin əlində tarixi əsas yoxdur və yaxud da nə bilim əlində coğrafi əsas yoxdur. Sovet düşüncəsidir. Sosioloji əsas yoxdur. Sovet düşüncəsidir. Sovet ideologiyası. Allahsızlar cəmiyyəti, nə bilim, nə, boş-boş şeylər. Mən isə nəyi təklif edirəm? Teistləri belə qoyuram bir kənara. Biz ateistlər arasında, misal üçün, bu gün bizim Azərbaycanda, yəni o bir söz var idi, gün üzünə çıxarda biləcəyimiz bir dənə kitab yoxdur normal Azərbaycan dilində ki, mən çıxarım deyim ki, misal üçün, ateizm nə day cəmaət bir, hələ bu kitabdan oxuyun, sonra gəlin danışaq ki, səhv düşünürük, yoxsa düz düşünürük. Mən düşünürəm ki, Elvin burada, bu baxımdan teistlər ateistlərə nisbətdə çox-çox qabaqlarlar kitab baxımından. Çünki teistlərin əlində olan o elmi ədəbiyyat ki var, misal üçün,
özündə. Məsələn, burada ad da çəkə bilərəm də. Məsələn, Parlaq imzaların Mürtəza Mütəhərri haqqında, Mürtəza Mütəhərrinin kitabları var. Sonra Qədim Qala nəşriyyatının Anthony Flew-dan, John Lennox-dan, sonra Francis Collins-dən nəşrləri var. Bizim öz nəşriyyatımızın məsələn Alvin Plantinganın kitablarından nəşrimiz var. Mən düşünürəm ki, sırf bu kitab məsələsində bunu çox gözəl vurğuladım. Bu kitab məsələsində teistlər ateistlərdən çox qabaqdadılar. Yəni o qədər fərq var ki arada da. Yəni elə bir biri finişdədir, biri startdadır da. Yəni elə bir fərq var arada. Çox təəssüf ki də, məsəl üçün 1-2 sən də özün bilirsən, çap olunan kitablar var. Məsəl üçün biri Christopher Hitchens'in Tanrı böyük deyil kitabıdır. Bu kitab dil olaraq, yazılış olaraq yaxşı ola bilər. Çünki Christopher Hitchens özü jurnalist idi. Məsəl üçün adamın yaxşı mizahi dili ola bilər. Argument yoxdur. Amma digər ki, orada argument yoxdur. Argument yoxdur. Yəni prosto fikri. 300-ə yaxın səhifədir. 300 səhifədə bir dənə mən normal argument tapa bilmədim ki, məsəl üçün kiməsə verim ki, al bunu oxu, bəlkə düşündün, bəlkə fikirləşdin. O kitab haqqında sən çox xırda bir şeydir, çox üzr istəyirəm. Bir nəfər var idi, tanış, elmi dissertasiyası din fəlsəfəsi mövzusunda idi. Sırf bu kitabın şeylə bağlı idi, Christopher Hitchens'in. Mən dedi ki, sən də bu mövzuda mənə kömək elə, yəni ateizm, teizm mövzularında sənin araşdırmaların var da. Elvin, sən inanırsan ki, mən o kitabdan argument tapana qədər ki, burada mən nəyi tənqid edeyim, and Allaha canım çıxdı mənim. Və seçə o qədər belə, yəni onun argumentin, onun fikrin, bax belə deyim də, argument halına özüm saldım. Məcbur ki, yəni bu fikirdir də, havada bu argument eləmək lazımdır. Argument halına saldım, ondan sonra cavab verdim. Yəni o qədər bərbad bir kitabdır ki, oturub elə bir kimsə söhbət eləyirdi özü üçün. Həqiqətən, tam, elə bir ki, bu dəqiqə bizim elədiyimiz söhbəti, bizim elədiyimiz söhbət daha ciddidir, nəinki. Yox, ən azından biz əsaslı danışırıq. Yəni adam havadan danışır, nə filan vaxtda tutalım, Hindistanda bu olmuşdu, deməli din yalandır. Amma nə yanlışmadı orada. Və bunu pəhpəhlə ilə çap eləyiblər. Bizim növbəti mövzumuz da oxu üçün tövsiyələr olacaq. İndi sən özün üçün öz tövsiyələri verəcəksən yəqin ki. Mən də özümün oxuduğum, özümün mütaliə etdiyim şəxsləri bildirəcəm ki, həqiqətən də o cəmaət belə deyək də ateizm əslində nə deyir? Yəni bunu oxusunlar. Ateizm əsas objekti deyil. Ateizm nə bilim, siğə məsələsi deyil. Məncə bir dənə sən özün bir kitab yazmalısan. Ateizm nədir? Yox, ateizm nə deyil? Nə deyil? Çox maraqlı olar həqiqətən. Şey yazıb, bunu Alper Bilgili Türkiyədə yazıb, elm nə deyil? Kim yazıb? Alper Bilgilinin bir kitabı var Türkiyədə. Hə, bilirəm onu. Biri var elm nədir? Bu barədə mövzu çoxdur. Bir də var elm nə deyil? Nə deyil? Yəni nəyi elm kimi bizə təqdim edirlər, amma o elm deyil. Bu çox mühümdür. Məncə sən də ateizm nə deyil mövzusunda çox qəşəng bir ya podkast, ya kitab eləmək olar bu. Yaxşı təklifdir məncə. Çünki həqiqətən də ateizm, misal üçün indi ad çəkmirik təbii ki, burada etik çərçivələr daxilində olsun deyə bir şəxslə, bir müsəlmanla, bir agnostik nəticə deyərdim, müzakirəsini izləyirdim. Adam ilk dəqiqədə özünün agnostik olduğunu deyir və sonra agnostika tərifi deyəndə ateizmin tərifini agnostisizm kimi irəli sürür. Fəlakət. Həqiqətən fəlakət. Həmin anda çox sağ olun. Sən olmasan biz nə edərik? Həmin anda çox maraqlı deyim ki, müsəlman tərəf anındaca dedi ki, qardaş, videonu saxlayaq, get hələ araşdır gör nədir, müdafiə edilmiş bir şey öyrən, sonra gəl məndən. Məncə müzakirə burada bitməlidir. Adam inandığı şeyi bilmir. İnandığı şeyi bilmir, bəlkə qəbul etdiyi şeyi bilmir. Bu rəzalətdir. Məncə burada müzakirə bitməli idi bu arada əslində ki, yəni adam sən elə ki mən davam elədilər sonra. Hə, çox təəssüf elədilər. Məncə 10 podkastdan sonra deyərsən mən çox maraqlı gəldi ki, kimi idi bu. Qəbul elədiyin şey bilmirsəndən elə girdiksə, biraz da təkamülə girək də. Aha. Təkamül nəzəriyyəsinə Azərbaycandakı ateist və teistlərin yanaşması necədir? ən o yazıq mövzulardan biridir. Bu şedevr mövzudur. Ateist və teistlərin ən çox danışdığı mövzu təkamül nəzəriyyəsidir. Yəni bundan çox heç nə haqqında danışmırlar. Və bundan az heç nəyi bilmirlər. Ən az bildikləri mövzudur və ən çox danışdıqları mövzudur. Bu o qədər ciddi bir fəlakətdir ki, istəsən başda danış, mən ürəyim çox oldu. Mən danışsam bu haqqda gərək bir saat ancaq bunu ayıraq. Demək, qısa birincə bunu vurğulayım da. Bu çox normal bir prosesdir. Misal üçün, mənim bilmədiyim konkret mövzular var. Misal üçün, mən 10 ildir, indi bu pərz ateistlər kimi çıxmasan, Quran oxuyuram 4 ildə yox. Mən 10 ildir, misal üçün, Quranı ara-ara oxuyuram. Bütöv də bitirmişəm, bu ayrı bir məsələ. İngilis dilində baxıram, hissə isə təbii ki. Tutaq ki, bir ayə çıxıram, bunu ingiliscə baxıram. Ərəbcə bilmirəm, misal üçün, səndən soruşuram,
soruşuram, ya tutaq ki, ərəbcə bilən birindən soruşuram. Yaxşı təfsirlə baxsın. Hə, və yaxud da təfsirlə baxıram. Hətta fərqli təfsirlərlə müqayisə eləyərək baxıram. O əladır. Hə. Amma bununla belə məsəl üçün mən Ziyanın özünə belə demişəm. Yəni kameranı çıxıram, adi oturanda belə mən deyirəm ki, qardaş, mən bilgili deyirəm bu mövzuda. Mən sənə bu mövzuda açıq ünsiyyətə girmək istəmirəm. Çünki mən maksimum səndən höccətləşə bilərəm. Sənlə müzakirə edə bilmərəm. Yəni fikir deyə bilərik. Məsələn, mən də xristian dostlarımla oturanda, indi var da xristian dostlarım, mən də onlara onu deyirəm. Məsələn, deyirəm mən İncil haqqında sizdən ancaq öyrənə bilərəm. Mən 3 dənə 4 dənə kitab oxumuşam. Mən nə danışım bu haqqda sizə? Arqument, amma elə bax ki, lap botan oturur ortaya. Qardaş, mən xristianlığı çökdürəcəm. Deyirəm, nə oxumusan? Deyir heç nə. Hə, indicə bu şeydə bir dənə kinoya baxıb İmam Rızanın kinosuna. İndi orada da bu imamdır da, indi bizim əqidəmizə görə bu arqumenti imam verə bilər, əsaslandıra bilər. Sən arqument verib əsaslandıra bilməzsən, axı niyə verirsən özü psixiatrsan? Yəni əslində sözümü davam edim. Məsələn, mən bu qədər araşdırdığıma rəğmən deyirəm ki, mən bilmirəm bu mövzuda. Məsələn, mən səndən məsələnin fəlsəfi tərəfini bəli, yəni istənilən yerdə, istənilən belə deyək də ortamda, istənilən platformada müzakirə edə bilərəm. Demirəm haqlı çıxaram, amma ən azından müzakirə edə bilərəm, fikirlərimi bölüşə bilərəm. Amma məsələn, mən bu gün biz din mövzusu açsaq, mən sənə bu mövzunu müzakirə etməyəcəm. Maksimum öncədən bildirərəm ki, məsələn, mən Türkiyədə bir sosioloq var, həm də inanclıdır özü, Volkan Ertet, bilmirəm eşitmisən yoxsa yox. Volkan Ertetin bir sözü çox xoşuma gəlmişdi. Buna din haqqında sual verildi. Dinin teologiya da fəlsəfi hissəsi haqqında. Adam deyir ki, mən işin sosioloji tərəfindəyəm. Mən ancaq bu mövzuda akademik cavab verə bilərəm. Mən sadəcə öz fikrimi bildirirəm və izləyicilərə buraxıram ki, səhvdir, düzdür, necə düşünürəm. Bunu siz belə deyək, öz fikirlərinizi bölüşə bilərsiniz. Mən də bunu deyirəm. Mən teoloji hissə haqqında öz fikrimi deyərəm. Hə, məsəl üçün qarşı tərəfdə və yaxud sən tərəfindən mənə deyilə bilər ki, sən səhv bilirsən, bu belə deyil. Gələk təkamül məsələsinə. Mən özüm təkamül məsələsini qorxulusun yox da. Mən özüm təkamül məsələsini yaxşı bilmirəm açıq, səmimi olaraq deyim də. Yəni məsəl üçün bu işin kifayət qədər ciddi, kifayət qədər akademik şəxsləri var ki, mən bunları oxumamışam ki, oxuya da bilmərəm. Çünki mənim təkamül və yaxud ən azı bu sahədə olan bioloji, yəni tibbi təhsilim yoxdur ki, mən o kitabı oxuyum, anlaya bilim. Amma çox təəssüf ki, bu gün bunları oxumadan anlaya bilən şəxslərimiz var bizim, hansı ki, bunlara yəqin ki, teoloji dildə desək vəh gəlir. Çox güman. Təkamül vəhi. Və bu insanlar təkamül haqqında çox absurd iddialar verə bilirlər. Məsəl üçün ən absurd iddia nə deyim? Ən absurd iddia budur ki, yox qaqa, biz meymunlardan yaranmamışıq. Açıq oxu da, yəni adam bu işin ən köklüsü kimdir? Charles Darwindir. Ondan əvvəl də var təbii ki. O belə bunu belə. Nəzəriyyə alına gətirən budur. Darwin belə deyir ki, bəli biz meymunlardan gəlmişik. Müasir dövrə gəlirik. Bunu da qəbul edilir. Burada çox maraqlı bir şey var ki, Elvət. Bu mövzunu bilməyən müsəlmanlar təsdiqləyir ki, bəli, təkamülə görə insan meymundan yaranıb. Niyə görə? Təhqir eləmək üçün. Halbuki bilmədən düz deyirlər. Təhqir eləmək üçün deyirlər, amma nəzəriyyənin tam məğzini deyirlər də, insan meymundan yaranıb. Amma bunu müdafiə eləməyə çalışan ateistlər bilmədən başlayırlar ki, o da nə Cəlal Şəngör bir dənə çıxdı verilişdə söz dedi, maymun deyil, əfəndim, başqa bir primat türü. Arkadaş meymundur da, eyibdir, simyandır, nə deyirsən də, bunun adı meymundur da, bunu hara qədər fırladarsan. Buna Darwin də meymun deyib, müasir təkamülçü alimlər də hamısı meymun deyiblər. Yəni bunu hara qədər fırladarsan, bu məncə bu mövzunun ən nöqtələrindən biridir, pik nöqtələrindən biridir. Hələ bir dəfə çox üzr istəyirəm, bunu da deyim davam elə. Bir nəfər qoşulub yayınma, deyirəm ki, təkamülə görə insan meymundan yaranıb da. Deyir ki, səhv deyirsən. Darwin elə şey deməyib. Deyirəm ki, bax canım gözüm, Darwin bunu harda deməyib. Mən bilsən nə deyir? Deyir ki, Charles Darwin Növlərin Mənşəyi kitabında 1859-da yazılan kitabda deyir ki, Darwin insan meymunla ortaq atadan gəlib. Bu bədbəxt bilmir ki, Növlərin Mənşəyi əsərində ümumiyyətlə insan təkamülü haqqında bir kəlmə belə söz yoxdur. Bir kəlmə. Bu haqda Darwin danışır insanın Mənşəyi kitabında. İnsanın törəyişi də belə deyək, formalaşması kitabında. Azərbaycan çoxundan məncə insanın mənşəyi kitabını bilmir bu arada. Bilmir. Hamısı növlərin mənşəyi bilir. Bu çox ciddi problemdir. Görüş növlərin mənşəyi insan təkamülündən danışmır. Və bu adam mənə irad tutur ki, Darwin bu kitabda sən dediyi inkar edib ki, insan meymundan yaranır. O deyir ki, insanla meymunun ortaq atası idi. Adam dəli olur da, and ol Allaha.
Çox çətin. Burada da yenə ortaya bilgisizlik girir və çox böyük bir əslində bilgisizlik problem deyil bu arada. Yəni biz də hansısa bir mövzuda bilgisiz ola bilirik də. Problem nəyi bilmədiyin fərqində deyilsən. Sən məsələn mən çox rahat şəkildə deyə bilərəm. Məsələn mən şuur fəlsəfəsi bilmirəm, mən epistemologiyanı köklü şəkildə bilmirəm. Hansı məsələn Azərbaycanda Emin İmanlı bu işdən daha ciddi formada. Hətta bu həftə olmalıdır desin kitabı. Epistemologiya ilə bağlı yeni kitab. Artıq bununla bağlı ikinci kitabı deməyin. Bir Hüseyn Üşşaqinin kitabı var idi. Biliyin müdafiəsi idi. İndi ikinci kitabı da bu bazar günü. Emin bu mövzuda həqiqətən çox çalışır və buradan da təşəkkür edirik bu işlərinə görə. Çünki idrak ən vacib mövzudur. Yəni bundan o tərəfə məncə mövzu yoxdur. Mən də minnətdarlıq bildirirəm ki, Azərbaycanda həqiqətən də ciddi ədəbiyyat nümunəsi ortaya qoyur ki, ən azından biz də oxuyub faydalanmaq. Yəni şərt deyil ki, Emin İmanlı inanclıdır və mən onun kitabını oxuyub maariflənə bilmirəm, xeyr. Yəni mən də misal üçün epistemologiyadan, bilgi fəlsəfəsindən, idrak fəlsəfəsindən oxuyub faydalana bilirəm. Hətta çox maraqlı bir nüans deyim sənə. Emin İmanlının bu Qırmızı Üzlü kitabının adı nə idi? Tanrı. Tanrı kitabı, hə. Çox möhtəşəm. Səndən çox bəyəndim onu. Tanrı kitabını oxumamışam, amma ilk dəfə gördüm Tanrı kitabını. Mündərizatını vərəqlədim. Dedim, sonra mən Eminlə çıxıram debata. Yanında da bir şəfər var idi ki, narahat olma, biz onu təşkil eləyərik. Çıxaq debata, bir dırnaq arası hörməsi kimi çıxmasın, ye də Emini yesən. Dedim, sonra mənlikdir yəni. Emin mənlikdir. Elə oldu ki, oturmuşam evdə, girdim YouTube-a. Dedim, biz araşdırım görürüm, bir kitabı ilə coşmayayım da belə. Görüm, kimdir bu Emin İmanlı? YouTube-a Emin İmanlı yazan kimi adamın Emin İmanlının epistemologiya haqqında 40 dərs olmalı səhv etmirəmsə və hər dərsdə 1 saatdan bir qədər artıq video çıxdı qabağıma. Oturub düşündüm ki, çox şeydən mən bu adamdan çıxdım epistemologiya müzakirəsində. Mən maksimum orada epistemologiya nədir? 5 dəqiqə. Hə, maksimum 5 dəqiqə deyil. Yəni epistemologiya nədir? Nə növləri var və s. və s. Adam 40 saat danışır. Adam 40 saat danışır. Adam artıq qalibdir də, başa düşürsən. Yəni həqiqətən mümkün deyil. Doğru. Bəzi mövzular var ki, o mövzuları o adamlarla çıxmamalısan. Misal üçün, bayaq deyirsən, təkamülü akademik səviyyədə. Zaten mən də akademik bilmirəm, sən də akademik bilmirsən. Bu akademik zaten müzakirə də akademik deyildi də ortada idi. Biz nəyi bilirik? Din fəlsəfəsini maraqlandıracaq qədər. Yəni təkamül nəzəriyyəsinin hansı hissəsi din fəlsəfəsini maraqlandıra bilər, ora qədər bilirik. Və bunu da, yəni ən azından populyar kitabları, məsələn 10 dənə, 20 dənə, 30 dənə bir kitab oxuyanda artıq fikir sahibi olursan da bu haqqda. Amma bizdə təəssüf ki, o yoxdur və bir də məsələn də tutalım, mən bir bioloqla bunu necə oturub müzakirə söhbət eləyə bilərəm. Yəni adam bioloqdur. Birincisi mən özüm də təkamülü qəbul edirəm. Şurası ki, səhv də desə, biz onun səhv olduğunu bilməyəcəyik. Yəni çünki adam işin əhlidir və biz də məlumatsızıq. Ona görə mən həmişə işin mütəxəssisi var. Onunla müzakirə etməkdən çəkinirəm. Niyə görə? Ola bilər ki, mən düz deyirəm, o səhv deyir. Həqiqətən bu mümkündür də, ola bilər. Amma mənə heç kim inanmayacaq. Məsələn, deyəcəklər, qardaş, bu bioloqdur, bu elə belə araşdırmaçıdır, həvəskar araşdırmaçı. Yəni bunun sözü nə qədər tutarlı ola bilər. Sən davam edirdin sözə. Davam edirəm. Burada indi bir məsələdən də çox qısa danışmaq istəyirəm. Biz indi ateistləri dedik də meymundan yaranmaq söhbətini zaten indi bilmirlər və bu belə deyirlər ki, güya müdafiə edirlər də. O şey var, bəzən utanırlar da meymundan müsəlmanların da var hücuma. Qaqa mən adamdan yaranmışam. Məsələn atom meymun da. Bu suallar var da. Bunlar biraz məsələn nətərdir? Mən də ateist olanda əvvəl məsələn də təkərə düşürdüm da bu suallardan biraz utanırdı. Allah necə deyim, atom meymundur, babam meymundur. Hər desən pis çıxır, yox desən özümü səhv çıxardım. Hə, söhbət o sualı elə qoy ki, babam meymundur. İndicə buna cavab ver də. O bəzi 18 plus suallar var, məhəllədə ola bilər. O tip suallar. Səmimi deməlisən ki, qardaş, hə. Yəni təkamül nəzəriyyəsini dedik, budur da niyə utanırsan? Yəni bu elmi bir nəzəriyyədir. Zaten heç kim demir ki, misal üçün də mənim babam və yaxud da kiminsə babası, yəni o doğma babası qəsd olunmur da. Yəni əcdad olaraq neçə 8 milyon əvvəl. Yəni oradan gedir də söhbət. Artıq 8 milyon il əvvəldən sonra Homo Darwinius filan gəldi, Australopithecus habilis gəldi, 300 min il əvvəl biz yarandıq da. Buna demək nə qədər qorxulu bir şeydir də, nə qədər utanacaq bir şeydir. İşte də ki, mən bundan yaranmışam, hayatız. Niyə demirsən bunu? Niyə utanırsan elmi nəzəriyyədə? Deyir o adam 2-3 nəsil əvvəlini cavabdeh deyir də, yəni milyon il əvvəlki nəsildə. Amma yox, nəzəriyyənin dediyi budur. Nəzəriyyə bunu deyir də, məsələn utanmamalısan bundan. Bir də məsələn indi biz ateist
ateistlərdən danışırıq. Məsələn, müsəlmanlar bəyən bu nəzəriyyəni nə qədər bilirlər? O qədər zəif bilirlər və çoxsu məni aforoz eləyir bu mövzuya görə. Mən təkamülü qəbul eləyirəm, təkamül nəzəriyyəsini və mən düşünürəm ki, Allah bizi bu cür yaradıb. Yəni Allahın yaradılış forması. Bəli, yaradılış forması bu cürdür Allahın. Üslub budur. Mən bunu belə qəbul edirəm və yetər qədər də əsaslarım var niyə qəbul edirəm bunu bu öz yerində. Baxırsan adamlar məni aforoz eləyirlər. Başa düşürsən, deyirsən dindən çıxmısan, bu nədir? Təkamülə birinci adam hələ bilmir ki, dindən çıxardan şey nədir? Üsuliddindir də insanı dindən çıxardan şey. Sən hər şeylə dindən çıxmısan. Leyla var idi, qababa çıxan dindən çıxdın. Sən çay içdin, dindən çıxdın. Sən kofe içdin, dindən çıxdın. Bu söhbət deyil ki. Baxırsan ki, deyirəm qardaş, təkamül nəzəriyyəsi nədir? Bax, primitiv sual. Sən nə deyir? Deyir təkamül nəzəriyyəsi canlılığın öz başına yarandığını deyən nəzəriyyədir. Bax, təsəvvür elə, adam hardadır da, yəni yaxından uzaqdan əlaqəsi yox da söhbət. Yəni Google-dan belə girib baxmayıb da. Yəni bax, kitabı qoydum yəni qırağa elmin. Wikipediyadan girib təkamül nəzəriyyəsinə baxmayıb. Yəni baxmayıb. Adam bilmir ki, bunu abiogeniz araşdırır, cansızdan canlı yaranmasın, panspermiya nəzəriyyəsi var bundan bağlı. Təkamül adəti yoxdur. Təkamül zaten bundan danışmır ki, təkamül deyir canlı var idi, artıq mövcud idi və bu dəyişdi. Yəni müsəlmanların özləri də bu mövzu haqqında o qədər primitiv, bir qayda deməyim bundan yaranmışıqsa, niyə indiki meymunlar adam olmurlar? Bu hardadır da? Yəni bu sualı verən adamla sən nəyi müzakirə və bu adamlar məni aforoz eləyirlər təkamül nəzəriyyəsinə görə ki, Ziya dindən çıxıb kafirdir. Yəni bu həmçinin də ateistlərin üstünə düşürlər. Elə bir deyirsən bir qayda deyirik, ağa. Hələ bəziləri var, deyirlər ki, təkamül nəzəriyyəsi çöküb, 50 ildir çöküb, 100 ildir çöküb. Bu sən müsəlman ölkələrin elmlər akademiyası belə bunu qəbul edirsə, sən bunu çıxıb deməyin ki, təkamül nəzəriyyəsi çöküb, qaqa bunu çöktürüblər, bunu məhv eləyiblər. Dəlil də nədir? Nebraska adamı, Cape Town adamı, yəni 2 dənə misal var, nümunə var. Bu da verilməyəcək nümunədir. Yəni biabırçılıqdır bu nümunəni vermək ki, təkamül nəzəriyyəsi çöküb. Ayxan, bu mövzuda yəni yanaşma təkamül nəzəriyyəsinə istər teist, müsəlmanlar da əsas toplum çoxluq budur. İstər ateist, sıfırdır yanaşma. Tam səmimi deyirəm, sıfırdır və mövzudan xəbərləri yoxdur. Davam eləmək istəyirsən? Növbət sola keçək. Okay. Demək təkamülü bildik. Yaxşı, bəs belə deyək də, Azərbaycanda ateistlərin və teistlərin dırnaq arasındakı elmi kəşfləri nələrdir? O qədər. Nə qədər istəyirsən. Nobel alacaq elmi kəşflər var. Biri Haqlarımızı yeyir. Yox dediyim. Təkamül nəzəriyyəsi 50 il əvvəl çürüyüb, çöküb təmiz. Yəni bunu deyən müsəlman, bunu yəni isbat eləsə Nobel verəcəklər də adama. Çünki sən bir nəzəriyyəyə alternativ ciddi bir nəzəriyyə gətirsən və bu nəzəriyyəni tamamilə çökdürürsən. O qədər elmi mövzularda şeylər var ki də, istər ateistlər arasında, ürəyin də dolu olar bu mövzuda. Ateistlərin bilmirəm, məsələn fikrim varmı bu haqda yoxsa yox? Misal olsun, bunlardan biri bərbaddır. Bizim ateistlərdə məsəl üçün çox maraqlı bir yanaşma tərzləri var. Hansı ki bu gün elm özü belə deyir ki, mən bunu bilmirəm və sadəcə kimlərsə məsəl üçün hansısa elm adamları ortaya bir iddia ortaya atır. Həmin iddia teizmə qarşı müəyyən bir istifadə oluna bilirliyi varsa, bu artıq sübut olunmuşdur. Bu dəqiqdir, bu bir elmi kəşfdir. Misal üçün nə? Multiverse. Qardaş, yəni multiverse kəşf olunub artıq. Multiverse, yəni çoxlu kainat nəzəriyyəsi artıq teizmin sonunu gətirir. Dəqiq söhbətdir bu. Allah yoxdur. Allaha ehtiyac olmadan biz kainatın yarandığını izah edə bilirik. Ardından mənə sual verirlər ki, misal üçün, yaxşı bəs ateistlərin özləri sual verir. Sənin qəbul etdiyin misal üçün də kainat modeli nədir? Dedim, bilmirəm açığı da. Yəni prosta ağlıma məntiqli gələn misal üçün bu bir kainatın sonu, digər kainatın əvvəlidir. Bilmirəm. Deyirəm ki, bir qədər məntiqli budur, amma bununla kifayət qədər yəni yanlışları var, xətaları var. Sadəcə belə deyək də iddiadır və heç bir sadəcə fikri sübutlar ola bilər. Yəni əlimizdə nə empirik dəlillər var, nə məntiqi dəlillər var. Amma yox, bizim ateistlərə görə və yaxud da sən də deyəsən axırıncı debatda bu haqda danışmışdın, heçlikdən yaranan kainat.
Kraus baba da, Kraus baba artıq sübut eləyib, heç bir səbəb olmadan. Hər şey hipotez üzərində. Hər şey hipotezdir, hər şey hipotezdir. Kraus bəlkə özü də qəbul eləmir, bəlkə kitab yazandan sonra deyir ki, prosta yazmışam. Ya bizə məsələdir. Bəzi alimlər həqiqətən də sırf bununla başa düşüləndə, yəni elmin işləmə prizması materiya üzərindəndir. Bəziləri sırf o Allah inancına qarşı bir alternativ gətirmək üçün fikir atırlar. Və bizim ateistlərdə o dəqiqə o fikri elmi reallıq kimi götürürlər. O dəqiqə da bu həqiqətdir. Çox ciddi problemdir və bunu eləməməlidirlər. Bizdən müsəlmanlarda da olur. Bir də sən nəsə atırlar, filan alim Quranın filan ayəsini təsdiqlədi. Baxırsan ki, ümumiyyətlə bu adda alim yoxdur. Və yaxud da bir ara məşhur misal üçün ayın 2 yerə bölünməsi NASA təsdiqlədi. NASA təsdiqlədi. Oy. Yoxdur da, NASA bunu təsdiqləməyib. Bunu inanırsansa inan. Bu sənin iman məsələndir. Mən də qəbul edirəm. Mən o məsələni axirətə aid edirəm. O çox uzun mövzudur. Yəni o ayənin mən axirət haqqında gəldiyinə inanıram. Bu tam ayrı mövzudur. Amma sən əgər inanırsansa ki, bu peyğəmbər dövründə baş vermiş bir hadisədir və bunu belə qəbullanırsansa, qəbullan da bunu NASA-nın sənə sübut eləməyi nə qədər lazımdır da sənin üçün. Yəni NASA sübut eləməsə, sənin üçün səhv olacaq, bu yalan olacaq. Bir növ özlərini tətmin eləməyə çalışırlar. Və yaxud da misal üçün Qurandakı ayələri elmlə uzlaşdırmaq. Uzlaşdıra bilərsən. Bəzi ayələri olar, amma real olsun da. Məcburən misal üçün nə bilim, çox absurddur. Xüsusilə də bunu Harun Yəhyanın saytında gördük. Yəni çox absurddur. Yəni bildiyin adam nə elmi kəşf çıxırdısa, ayqa o Quranda var idi. Yəni belə uzlaşdırsın da necə uzlaşdırmalısan? Deməlisən ki, bu mənim şəxsi fikrimdir. Mən burada uyğunluq görürəm. Çünki sabah bu şey səhv olanda deməsinlər ki, bu Allahın sözü səhvdir. Halbuki Allah bəlkə heç onu məqsədlə göndərməyib, bizə başqa məqsədlə göndərib. Bu sənin şəxsi çıxarışındır da burada. Məsələn, bir ara Big Crunch nəzəriyyəsinə görə nə qədər ateist düşdü müsəlmanların üstə ki, Quran səhvdir. Bu Quranda var ki, kainatı kağız kimi bükəcəyik. Onda Harun Yəhya çıxdı dedi ki, Big Crunch nəzəriyyəsi. Bu aləm dəydi bir-birinə. Nəzəriyyə məsələn düzdür, atam çürüməyib nəzəriyyə. Nəzəriyyənin hər də sarı tərəfləri var öz yerində. Amma məsələn bir ara o nəzəriyyənin çürüməsi ilə bağlı məqalələr filan paylaşıldı. Amma dedi ki, Quran səhvdir. Halbuki bəlkə Allah bunu tam ayrı məqsədlə deyib, bilmirik. Və yaxud da həm Türkiyədə, həm Azərbaycanda nisbətən mediaya çıxan şəxslərin əlində o xüsusilə inancsızlardan söhbət gedir. Əlində tutduğu bir arqument var da, sən də bilirsən. İlkin insanlar zəlzələ tanrısına inanırdı, ildırım tanrısına inanırdı. Özün də cavab vermirsən zaten, kifayət qədər. Təbiət, neyroloqundan tut, nə bilim, yəni o məndən yaralı yerimdir. Yəni halbuki araşdırmırlar. Məsələn, yenə bir insana sual verirəm ki, bəs bunu yazıb, deyirəm ki, bəs bunu nəyə əsaslandırırsan? Bu sadəcə bu belə amma sən də yəqin razılaşarsan ki, fikir belə qulağa pis səslənmir də, maraqlı səslənir. Maraqlı səslənir. Əsası yoxdur axı. Düz deyir də, yəni. Yəni praktikada biz onu görmürük, söhbət odur. Praktikada görmürük. Məsələ odur. Yəni Şmitin araşdırmaları var misal üçün və yaxud da Long idi sözümüz, ya Long ya Long. Andrew Lang. Andrew Lang. Məsələn, Langın araşdırmaları var və biz görürük ki, xeyr də, yəni tarixi gerçəklik, sosioloji gerçəkliklər bizə tam əksini deyir. Tam fərqli bir şeydir. Bu əslində Max Müllerin bir dənə xətasıdır. Max Müller bir səhv nəticəsində çıxardıb bunu ortaya. Yəni adam bir səhv qənaətə gəlib, Hind mətnləri, bu arada dəfələrlə danışmışam. İstəmirəm bu layihəndə baxdım bunları alıb. Adam səhv nəticəyə gəlib, Hind mətnlərini oxuyub və elə bir ki, ilkin mətnlər bunlardı tarixdə. Bu qənaətə gəldi. Yəni bu gün həqiqətən də, yəni ciddi akademik sferada bu o qəbul görən bir nəzəriyyə deyil və çox zəif nəzəriyyə sayılır. Bu həddən ziyadə zəif nəzəriyyə. Və yenə deyirəm, yenə mövzunu əslində çəkirəm ora. Biraz bizdə məsələsi var. Bu mövzu haqqında bilmirik və yaxud da bu mövzu haqqında elm elə ora çatmayıb. İndi sənlə deyək ki, debatlarda bəzi şəxslərin iddiaları var ki, elm artıq hər şeyi bilir, biz elmdən hər suala cavab verə bilirik. Yox, yəni elmdən biz hər suala cavab verə bilmirik və zaten elmin belə bir məzuniyyəti yoxdur. Yəni insanlar əslində elm fəlsəfəsi oxumurlar deyə əslində bilmirlər ki, elmin tam olaraq məqsədi nədir. Elmin məqsədi sən də bilirsən ki, bir mövzunu, bir hadisəni modelləşdirib daha sadə formada izah eləməkdir. Həqiqəti də açıqlamır, sadəcə izah eləyir. Məsəl üçün bu gün biz niyə zaten həqiqət olan şey elm deyil də. Elmin şeyinə ziddir bu, tərifinə ziddir. Yəni inkar oluna bilinməzlik. Yəni bir şey inkar oluna bilmirsə, bir şey da bitdi. Yəni elmi deyil o. Çünki sən elmdə bir ayaq yeri qoymalısan ki, niyə görə səhv ola bilər. Əlbəttə ki, yoxsa dogmatik olur da. Dogmatik bir şeydə elm sayıla bilməz.
Hə bizdə o var məsələn, hə elm. Hələ çoxsu bəzən elm yazır, ilə əlim yazır. Hər nə yazır? Bir yazır, nə bilirsə girdə elm hər şeyi tapacaq. Deyirəm məsələn əlin nədir ki, hər şeyi tapır da, ilə yazır da elm. Əfəndim? 1 dəqiqə qalıb. 1 saata. Onunla 5 dəqiqə artıq danışır. Üzün qaşı düşəcək. Hə, baxırsan ki, adam heç elm sözünü yaza bilmir. Yəni telefonda yaza bilmir. Amma sənə durub elmdən nəyisə sübut eləməyə çalışır. Nəsə deməyə çalışır, bu da biabırçılıqdır həqiqətən. Bir dənə də bununla bağlı bir məsələ deyim xırda, bu enerjinin əzəl olma məsələsi var. Buradan üzümü bütün ateistlərə tuturam. Əziz ateistlər, əgər bunu sübut eləmisinizsə, əsası varsa, and olallah, gedin bunu təqdim eləyin və Nobel mükafatınızı alın. Yəni göydə veriləcək, əmin eləyirəmsə. Enerjinin əzəl olduğunu tapmısınızsa, adam termodinamikanın birinci qanunundan enerjinin əzəl olmasını çıxardır da. Təsəvvür elə də və ateistləri ən çox yanıldan məsələ budur. Ha, mənim özüm də ateist olanda ən çox bundan anlatmışam özümü ki, enerji əzəlidir. Və buradan da yəni həqiqətən tapmışsa küllü miqdarda neçə milyon verirlər Nobel alına? Yalançı olur. Neçə milyonsa, milyon verirlər də ən azından 1 milyonunuz var. Milyon var da. Ən azından 1 milyonunuz var və gedin enerjinin əzəl olduğunu sübut eləyin və pulunuzu alın. Məncə yekunlaşdıraq, bu qədər bəsdir. Məncə maraqlı bir layihə oldu həqiqətən də. Sən də fikirlərini səsləndir, ondan sonra yekunlaşdıraq inşallah. Məncə də Ziya, yəni güzgü layihəmizin ilk buraxılışı çox yaxşı keçdi mənə görə. Təbii ki, biz növbəti həftə və yaxud da 2 həftə sonra artıq bunu özümüz təyin eləyəcəyik. İkinci, hətta buraxılışımızın mövzusunu indidən deyim, oxu üçün tövsiyələr olacaq və hər ikimiz öz oxuduqlarımızı, öz araşdırdıqlarımızı sizə nümunə olaraq bildirəcəyik. Kitab olaraq da? Bəli, kitab olaraq. Və yaxud da fərqi yoxdur, video olaraq da ola bilər, məqalə olaraq da ola bilər, fərqi yoxdur. Artıq hansı... Və haqqında qısa məlumat verərik də. Misal üçün, 20 dənə kitab məsləhət görəcəksə, 10 dənə kitab məsləhət görəcəksə, kitablar haqqında qısa məlumatlar veririk. Və yaxud da niyə bu kitabları oxusunlar? O da. Niyə oxusunlar və nə verir bu kitab bizə? Yəni bunu oxuyub nə öyrənəcəyik? Bu maraqlı olar. Belə, həmçinin də siz öz təkliflərinizi bildirə bilərsiniz, öz iradlarınızı bildirə bilərsiniz. Misal üçün, ola bilər ki, biz daha səmimi aparıq, deyə bilərsiniz ki, yox, bizə daha ciddi istəyirik, misal üçün. Onun vecimizi almayacaq. Fikirləşərik, amma böyle ehtimal ki, bu formatda davam edəcək. Format dəyişməyəcək. Yazsız da olar, amma dəyişməyəcək. Və bir də maraqlı olar ki, məsələn, bu layihənin altından dostlar sualları varsa, əgər yazsınlar, bir dənə güzgü layihəsini sırf suallara həsr eləyək. YouTube-da videoya gələn suallara, tək YouTube yox, TikTok, Facebook, Instagram harada paylaşsaq, o suallara ayrıca cavablar verə bilərik. Ya Elvinə, ya mənə suallar ünvanlayın və biz bu sualları böyük məmnuniyyətlə cevablaya bilərik. Narahat olmayın, sizi blok atmayacağıq. Bizim bir filosofumuz var Azərbaycanın. Kim də sual verdi, atır bloka ki, yəni mən sual verməyin də. Amma biz el eləməyəcəyik inşallah. Narahat olmayın və suallarımızı cavablandıracağıq. Yəni bizə at səhmiyyətdə reklam eləməyək. Məncə biz onu reklam eləməyək. Yəni. Onsuz da kifayətlə reklam olmaz. Reklamı var onsuz da biz də eləməyək də. Məncə izləyicilər nümunə yazsınlar, kim ola bilər. Bəli, videonun altından o filosofun kim olduğunu qeyd eləyə bilər. Düz və səhv olduğunu deməyəcək, amma izləyicilər öz aralarını təyin edə bilər. Hə. Heç sən belə Ziya, çox sağ ol, minnətdaram. Sən də sağ ol. Eyni layihə içərisində yer almaq mənə xoşdur. Mənim üçün də çox xoşdur. Hərsən ki, bəzi müsəlmanlar və bəzi ateistlər bunu qəbul eləməyəcək böyük ehtimal. Eləməsinlər də. Və eləməsinlər də maraqlıdır. Yəni məsələ çox da takılmamalıyıq da ki, kim qəbul edəcək, kim qəbul eləməyəcək. Əsas odur ki, biz özümüz bilirik ki, gördüyümüz iş və bu layihə faydalıdır. Ən azından bir 10 nəfəri yönləndirə biləcək bu layihə ki, yəni düzgün düşünsün, həm müsəlmanlar tərəfdən, həm ateistlər tərəfdən. Yəni Azərbaycanda belə deyil ki, ateistlər tərəf güllü-gülistandı, müsəlmanlar batır, yaxud müsəlmanlar tərəf güllü-gülistandı, ateistlər batır. Belə deyil, hər iki tərəfin yaxşı, mənfi və müsbət tərəfləri var və yaxşı olar ki, hər iki tərəf öz müsbət, mənfi tərəflərini düzəltsin ki, daha keyfiyyətli kontentlər ortaya qoya bilək Azərbaycanda, sırf bu müzakirə sferasında. Və çox qısa bunu vurğulayım, sonra sağollaşaq, yəni çox uzatmayaq. Çox adam elə bilir ki, biz yəni bir-birimizdən istifadə edirik və yaxud da burada süni şəkildə bir gündəm yaratmağa çalışırıq, amma zaten süni şəkildə gündəm yaratmaq istəsək, məncə belə müzakirə əvəzinə elə oturub əhsab osiyyətini müzakirə edərdik. Əmin olun ki, bundan daha artıq prim yığardıq. Yəni o şounu yaratmaq ki, vuruşudur. Çox rahat. Önəmli olan məncə bu səmimiyyət üzərindən izlənmə qazanmaqdır ki, bu da yəni məncə kifayət qədər alınır. Belə dostlar,
Sağ olun, izlədiyiniz üçün minnətdarıq. Növbəti layihələrə qədər görüşənədək. Sağ olun. Sağ olun. Sağ olun.